Olsun sənə 11.000 manata həc ziyarəti olar. Sonra deyirlər halal yolla. Halal yolla o qədər pul qazanmaq olmur da. Necə deyirlər, mən ölü sizdir. Qazanmaq olur halal yolla o qədər pulu. Mən niyə gedə bilmirəm? Bir il yemədən içmədən pulu üst-üstə yığmalıyam ki, həc ziyarətinə gedəcəm. Ora gedənlərin bir çoxu heç anlamır ümumiyyətlə haranı gəlib ziyarət eləməyə. Niyə gəlib bura? Bura gələndən sonra həyat tərzində hansısa bir dəyişiklik olacaqmı filan? Yox, bir çoxu şəkil çəkdirmək üçün gedir, bir çoxu videosunu paylaşmaq üçün gedir, bir çoxu da həcci adını alım və yaxud da ki, həcci xanım adını alım deyə gedib həcci ziyarət eləyirlər. Amma araşdırsan, vallahi də, billahi də adım kimi əminəm ki, 3-5 kasıba əl tutmayanlardır. Kimə lazımdır o həcc ziyarəti? Əgər bir şəhid ailəsinin yanında olmursansa, bir qaziyə kömək eləmirsənsə, bir imkansız ailənin dərdinə dərman olmursansa, kimə lazımdır o həcc ziyarəti? Amma İslam bunu demir də ki, qonşun acından ölsün və yaxud da ki, özün kasıblara yuxarıdan aşağı bax,